Nergis, ne inirsen orada? He? Dememişəm suyla oynama. Götür sosunu koy stolun üstüne. Sosunu koy stolun üstüne. Aferin. Gideyin de çabuş giyinek. Giyinek. Giyinek çabuş. Hı. Bilmemişim soyunma. Nerede bu? Bu nerede? Bu niye çabuşsuzdu yine? Niye yaş eləmisən? Nə ıhsı? Niye yaş eləmisən? Yuyurdun ayağımı. Üstü ve baş ve baş susan bütün. Gidək değişək. Meymunça. Ne bak ne garip. Ay aman, ay aman. 2 dakika gözümüzü ayırabilmirik. Gidək. Meymun. Yedi. Ona gitmekte. Yürü. Yürü. Gucci. A Gucci. Kapıları koyun. Otur obuşu da söndürüm. Otur bunu da çıkardık. Gidelim. Gir. Gel. Bir değişik şalvarımızı. Bu şalvar. Gel. Bu da tutmuş. Gel değişik. Gel. Gel çık buraya. Durmuş. Durmuş. Desin. Tatana yesin anan, tatana. Aferin. İç sen de iç. Gel. Fırlan. Hara kaçırsan təzdən? Hara kaçırsan? Getmə, gedəyişim. Siyo. Düş get. Nerede çorapsız olmaz gezmek? Soyuqdur. Düş. Gedebilərsən. Getmirsən? Yaxşı, qal burada, mən getdim. Ha. Bye. Paka. Hadi. Gelsen. Düş gel. Düş. Anne. Ne tər düşürsən? Elə düşərsən, düş. Ne oldu? Korktun elə düşməyə. Düş day. Getirəm mən. Gedim. Yaxşı. Ehtiyatlı düş, yıxılma. Hə. Aferin, it kimi bilirsən nətər düşmək lazımdır. Çıxma da, getdim mən. Aşarsan başın keçər ora.
Düşmüştüm aşağı dükkana. Doğru. Bizim dükkanımız. Bizim deyirəm, yəni məhəllənin. Yanımızda ev tikiblər. Oy, şəpikim getdi. Tikib qutarıblar oca. Üzünü düzəldirlər, üz gözünü. Hoppala. Música bastante. Sen de sen boşuna ağırıyor. Sen boşuna ağırıyor. Uşaqlar yatdı. İndi mən göyərtiləri yuyasıyam. Qabları yumamışam. Qabları yuyasıyam. Yığışdırım bunları. Sonra nə edəcəm? Bunu göstərməmişdim. Bunu da göstərim. Lobiya supu elədim. Yoldaşım bizdə xoş duyur. Petruşkasını biraz az eləmişəm. İstəsə əlavə eləyərik. Qazanın kənarlarına fikir verməyin. Lobiya supu belə olur. Neyinirsən elə qarası çıxır. İstəsəz bir gün, əgər siz bişirməyən varsa, aranızda bilməyən varsa, necə olduğunu. Onun üçün deyim. Qızdıracam, soyuyub bu. Yoldaşım üçün. Əvvəl lobyaları bir gün öncədən qoyuram istağa. Sonra neyinirəm? Səhərsi gün duram, onu qəşəng bişirirəm, yumuşaq olana kimi. Sonra istağa qoyduğum suyu mütləq şəkildə atıram, təzə su doldururam, onunla qaynadıram. Bişəndən sonra lobyaların bir qismini götürürəm. İndi salat eləyəcəmsə salat eləyirəm, buzluğa qoyacamsa buzluğa qoyuram. İndi həm salata eləmişəm, həm də buzluğa qoymuşam. Bir qismi ilə də sup elədim. Qalan qıraqda soğan qovururam, tökürəm içinə, təzə su əlavə eləyirəm. Öz suyu da içində olur, lobyalar da içində olur. Duz, istiot, sarı kök, sonra duru yağ əlavə eləyirəm. Sonra bir qıraqda bir stəkan suya 2 yemək qaşığı un əlavə eləyib çalıram, açılır, onu da bura qatıram. Sonra qoyuram bişməyə. Un bişəndə, baxın belə həlimli olur. Un bişəndən sonra, çünki burada başqa bişməli bir şey yoxdur. Soğanı da qıraqda qovurma eləyib, çünki daha doğrusu qızarana kimi də, sönənə kimi kənarda bişirib üstünə tökdüyümə görə bişəsi burada heç də qalmır. Ən sonda da üstünə petruşka tökürəm. Çox sevənlər petruşkanı çox eləyə bilər. Az sevənlər az eləyə bilər. Heç sevməyənlər heç vurmaya da bilərlər. Dadı çox gözəl olsun deyənə qarne blanka atıram. Ət suyu ilə də eləyə bilərsiniz. Çünki qarne blanka atmayanda dadı, necə deyim sizə, o olmur. Amma ət suyu ilə eləsəz, qarne blanka atmaya bilərsiniz. Mən indi ət suyu ilə eləməmişəm. Halbuki ət suyum var idi, amma unutmuşam ki var. Nəysə ki, qarne blanka ilə eləmişəm. Bu arada istəyirəm buranı da göstərim sizə. Düzdür, qapını dünənlərimi silmişdim, amma bugün iş görülüb deyənə yenə biraz batıbdır. Eybi yox, bura echo verir. Buranı papa aboyladı. Baxın, tamamən bitirib. Bu hissə aboylanmayacaq, çünki burada şkaf olacaq. Bir dənə qalıb bura. Yəni bu hissə axıra kimi. Ora aboy çəkiləcək. Kənarlıqlar orulacaq, plentuslar vurulacaq, vəsiyo. Bura istipol eləyibdir. Oxşatmağa çalışmışıq əvvəlki kafellə.
Belə böyük kafelər, daha doğrusu metlaq almışıq. Burada metlaq eləmişik. Belə bir ayaqqabı çıxartmağa yer olubdu. Əvvəl qapı buradaydı. Ayaqqabını çıxardan kimi birbaşa gəlib burada çıxardırdıq. Ayaqqabını istər-istəməz girdin. Burada ayaqqabı çıxardırdıq. İstər-istəməz ev. Buradan bura. Nəysə ki, ən çox da Nərgiz ayaqqabılarla oynayır. Başımıza bəla açır. Nəysə ki, indi burada ayaqqabı çıxartmağa yer olacaq. Gəldik, ayaqqabımızı çıxartdıq, keçəcəyik evə. Burada da şkaf olacaq. Bu şkafı geyim şkafı kimi təsəvvür eləməyin. Çünki burada geyim şkafı olmayacaq. Bura eləyəcəyik mən banka, balon, nə bilim, variyana pişirdim, variyana, tutma bağladım, tutma qoya bilmək üçün. İstədik ki, evin içində olsun ki, hər dəfə çölə çıx, evə gir, çölə çıx, evə gir olmasın. Bir də indi əlavədən nə yığmaq istəsəm, onları yığmaq üçün belə bir qardırob dolab olacaq. Burada bizim ayaqqabı dolabımız var zaten. Kənarında da paltar asmaq üçün yer eləyəcəyik. Bu arada saçlarım. Paltar asmaq üçün yer eləyəcəyik. Elə bir buranın şkafı yığılasıdır, oranın şkafı yığılasıdır və bir də oranın qapısı qalıbdır. Ondan sonra evdə iş tamamən bitir. Yəni evdə görüləsi başqa heç nə yoxdur. Heç bir dəyişiklik falan eləməyəcək. Bir də mən onu Temudan sifariş vermişdim. Rəngini səhv seçmişəm, amma yenə də vurdum. Bura vura bilmədim. Burada biraz yuxarı aşağı var. Onu tutuzdura bilmədim mən. Nəysə ki, papam dedi ki, dəymə özüm eləyəcəm. Ona görə qalıb. Belə. Bu arada divan üstünü demiştim. Fikir verməyin. Hal-hazırda qırış-qırışdır. Çünki uşaqlar yatandan sonra yığışdırmamışam hələ. Burada qaşığımız da var. Bu arada açıq rənglər tez bulanır. Təzə yumuşdum. Artıq üstü bulanıb. Çünki Nərgiz xanım bizdə pintişkadır. Nazlıdan keçib indi ona. Eybi yoxdur. Əsas odur ki, yuyulan materialdır. Yuyulanda da üstündə heç bir ləkə falan da qalmır. Keçən vlogda demişdim ki, bir də onu görüb soruşarsınız nədir? Ora atapleni taxılacaq. Ataplenisini taxmamışıq hələ. Keçən vlogda demişdim, şəkillər qoymuşdum ki, dəyişik yeni il abu havasına uyğun alacağım. Bu arada sifariş vermişəm artıq. Qırmızı zaten istəmirdim. Sadəcə fikir olsun deyə sizə göstərmək məqsədi ilə qoymuşdum. Açıq rəng də istəmədim. Çünki açıq rəngim onsuz da var. Yeni ilə aid almışam. Xaki rəngdədir. Xaki rəng nə rəng deyim sizə? Elə bil ki, mənim xaki rəng, baxın bu rəngdir. Bu altdakı rəng. Təqribən o rənglərdə, o tonlarda olmalıdır. Səhv eləmirəmsə odur xaki. O rəngdə belə divan örtüyü eləmişəm zakaz. Üstündə də yolkalar var aşağı hissələrində. Gələn kimi sərəcəm onu elə. Bir də yanvar qutaranda, fevralda təzədən bunlara keçəcəm. Zaten qış fəslinə aid yolkalardır. Yəni məncə heç bir problem olmaz, heç bir görüntü pozuntusu olmaz. Qəşəng olar əksinə yeni ilə uyğun abu havaya. Sonra keçən il görmüşdünüz, pərdə üçün almışdım işıqlar. Onları taxacağam yeni il gələndə. Sonra inşallah bu beşik buradan gedəcək. Nəhayət ki, yığışdıracağam. Onu da demişdim keçən vloglarda. Niyə görə yığışdırmıram? Bir dəfəlik Nərgizin kravatını yığışdıranda onu da yığışdıracağam. Bir dəfəlik beşiyi yığışdıranda, kravatı yığışdıranda beşiyi də yığışdıracağam. Ona görə yığışdırmamışam hələ. Fikirləşirəm ki, dursun bir dəfəlik. Çünki indi mən onu yığsam hara qoyacağam. Amma bir də var ki, hamısını birdən yığım, hamısı birdən getsin. Naz Nərgiz üçün kravat sifariş eləmişəm. İnşallah o gələsidir bu günlərim. Sabah birisi gün, hardasa 4-5 günə bizdə olacaq kravat. İnşallah sizlə də paylaşaram. İstəsəz gedib ala bilərsiniz. Gedib baxmaq yerləri falan bilmirəm, yoxsa varmı, yoxmu maraqlanaram. Mən online zakaz eləmişəm. Sonra o beşik oradan gedəcək.
Hə, 5 oradan gedəndən sonra yeni ildə də orada yeni il yolkamızı quraşdıracağam. Elə sevinirəm. Mənim çoxdan izləyənlər bilərlər ki, mən nə qədər çox istəyirdim yolka almağı. İllərdir mən yolka alacağam, böyük yolka alacağam deyə xəyallar qururam. Nəinki ailə qurandan sonra, ailə qurmamışdan əvvəldən də həmişə istəmişəm ki, bizim yekə yolkamız olsun. Bizim də yolkamız həmişə mənim köhnə yolkam boyda olubdu. Sıxlığı falan az olub da, yəni keçmiş yolkalardan olubdu. Sonra ailə qurmuşam, yeni almışıq, balaca yolka almışıq. Böyük yolka bu il alarıq, gələn il alarıq, o birisi il alarıq. Belə uzana gedib, keçən il endirimə düşən vaxtında 60 manata aldım. Böyük yolka aldım. O qədər sevinirəm, o qədər həvəslə gözləyirəm ki, indi təzədən ki, yeni il gəlsin. Yeni il keçən il quraşdırdım. Bu ildə indi gözləyirəm ki, təzədən yeni il gələcək, mən onu quraşdıracağam. Noyabr bitən kimi, dekabrın əvvəlindən başlayacağam onu quraşdırmağa mən. İnşallah Allah deyən olsun. Sağlıq, salamatlıq olsun. Başımız başqa şeylərə qarışmasın inşallah. Xəstəliklərdən uzaq olaq. İnşallah xoşluqla, xeyirlə, gülə-gülə inşallah Rəbbim nəsib eləsin. Yolkamızı da quraq, yeni ilimizi də qarşılayaq, gözəl qarşılayaq inşallah. Nəysə ki, belə. Bu xərçəklə yolkamı mən keçən il almışdım. Bir sözlə hər şey mənim gözümdə hal-hazırda bu otaqda hər şey bir-birinin uyum içindədir. Hər şey çox qəşəng görünür, hər şey çox super görünür. Bilmirəm niyə, amma bu otağa girəndə belə içim açılır. Həqiqətən çox xoşuma gəlir. Bu arada saat 1-ə işləyib artıq. Mən hələ gedib qabımı yuyub qutara bilməmişəm. Bugün Elşad da gecikir. Biraz da ona görə də tənbəlliyim. Uşaqları gec yatızdırmışam, oynaşırdılar. Adətən gözləyirəm atalarını görsünlər. Sonra 9 olur, yatırlar olar. Ya da ki 10-da, ən gec 10-da yatmış olurlar oje. Ay, belə nə qədər danışdım. Gedim qabları yuyum. İşıq söndürək. Qaşıq əlimdə qalıb. Otaq burada olub oyuncaq yuvası. Qabları yudum, yığışdırdım. İndi yoldaşıma yemək qoyacağım. Burada lobya salatı da eləmişəm. Göyərtiləri yudum. Bu qalan göyərtidir. Bunlar təzədir. Bankanı yuyub götürəcəm. Göyərtiləri yuyub qurudandan sonra, suyunu süzəndən sonra bunun içinə yığıb soyuducuya qoyacağım. Soklar falan, yeməyin də altını yandırmışam. Aparım bunları yığım stola. Qabdan danışım sizə. Çox rahatdır qapıda istifadə eləmək. Kim ki xoşlamır və yaxud da yeri yoxdur zivil qap qoymağa. Belə qapıya asmaq çox rahatdır. İstəsəz içərdən asa bilərsiniz, istəsəz çöldən. Mən çöldən asıram. Elə daha bir də dəzgahın üstündə nəsə soy tök, nə bilim rakviniya tök, sonra başqa qaba zibilə yığgınan və yaxud da qaba yığ, sonra zibilə tökgünən. Onların heç birini eləmirəm daha. Elə birbaşa zibil qabına. Hər şeyi zibil qabına. Bu arada kameram uje deyəsən başını yerə qoymaq istəyir. Bu telefonlarda nə məsələdirsə. Yeni modellər çıxdıqca köhnə modellərin çəkilişi pisləşir. Nəysə, hardan hara getdim. Bu zibil qabı çox rahatdır. İstəsəz Temudan almışam. Bunu da linkini qoyacağım. Girib baxarsınız. Çox rahatdır, çox yaxşıdır. Elə turbanı keçirdirəm. Baxın, belə bir şeydir. Turbanı keçirdirəm. Nə soyuram, nə inirəm. Gün ərzində nə zibilimiz var, atırıq bunun içinə. Sonra da yığıb bağlayıram. Səhər atılır. Bilmirəm indi. Mən belə danışanda, kadr qaçanda səsim də bir şey olacaq. Qırıla olacaq. Dəyişik yoxsa yox. Bir də buranı da yığışdırım. Videonu da bağlayacağım. Bugün işim də qutarır. Bura Nərgizin paltarlarını qoyuram. Çünki səhər duranda gəlir bura, burada geyindirirəm.
Bunu aşağı qoyacağam. Bunu göstərim sizə. Düzdür, otaq qaranlıqdır. Bu Zabratda yaşayanlar üçün Ayhan market var, bilirlər. Orada 90 neçəsi qəpikdir. Bir tanış qız Instagramda o da belə videolar falan çəkir, günlük həyatını paylaşır. Zabrat tərəfdə yaşayır. O paylaşmışdı. Ondan gördüm mən də. Mamama dedim ki, mama ora işə gedib gəlir. Dedim ki, mama mənim üçün oradan, bunlardan götür günə. Baxın, yanında diş sapı da var. Üzdə neçə dənədir? 2, 4, 6 dənə diş sapı var. 6-da 5-dir, 1, 2, 5-dir, yoxsa 6-dır. Neyse. Diş sapı var içində. Belə də fırçadır. Yəqin ki, yaxşı olar. Mən onsuz da çox da belə diqqət yetirmirəm vidinə fasonuna. Əsas qılları yumuşaq olsun. Bir də ki, onsuz da tez-tez dəyişirəm mən. Yəni, heç gözləmirəm 6 ay olsun. Hardasa 3 aydan, 4 aydan bir fırçaları dəyişirəm. Belə gözləmirəm ki, onun ipləri, sapları, fırçaları, yəni qılları etkinlə düşsün. Belə tez-tez dəyişirəm. İçində diş sapı olmağı da ekstra yaxşı bir şeydir. Belə. İndi bunları qoyum zapasa, çünki təzə açmışam o birisiləri. Burada yığışdırım. Bu arada kamerama geri dönəcəm deyəsən, çünki telefon kamerası tez-tez drajeniya eləyir. Necə deyim, yayır ekranı, bilmirəm nəyə görə olur. İndi zaryadkası var, kartını falan taxım üstünə. Həm onu işlədəcəm, həm də telefonu. Belə. Əvvəl əslində elə həm kameranı işlədirdim, həm də telefonu işlədirdim. Bu telefonu son zamanlar aktiv olaraq istifadə edirəm. Bayquş səsi gəlir çöldən. Aktiv olaraq istifadə edirəm. Hardasa belə deyim də, Nərgiz anadan olandan demək olar ki, gec-gec video çəkirəm. Çəkəndə də ancaq telefonla çəkirəm. Kameranı qoymuşdum kənara. Yenidən sahalara qayıtsın. Sevimli kameram, YouTube üçün almışdım bunu. Belə. İndi daşını yerləşdirim. Buraları yığışdırım. Orada görək vəziyyət necədir, pis deyil, yaxşıdır. Belə bura, bu çorab niyə buradadır? Zakolkalar bura. Minik. Yəni. Dursun belə, heç nə olmaz. Bura başqa gələ biləcək heç nə yoxdur. Necəhər qalsın, biraz da lazım olacaq. Bunları qutuya qoyum. Bundan çıxıb yandırmamışam bayaqdan işığım. Bu arada hamı elə bilir ki, remotda evdə toz olmur. Toz elə bütün evlərdə olur. İstəyir remotda olsun ev, istəyir remotsuz. Bunlar əslində bazanın altına, yatağın altına bazaya gedəsidir orada, çamadana. Ərindiyimdən qoymuşam bura. Nazlının otağına pərdə almalıyam. Bilmirəm, üstünə dekor da almaq istəyirəm. Dekor alsam bunları divara vuracağım. Burada belə boş şeylər, qablarda plastik. Salfetka, malfetka, nə bilim. Skrab. Belə şeylər buraya yıxarım. Sonra lazım olanda oradan götürürüm. Belə. Bura çantalarımı yığmışam. Çoxu uca yoxdur. Sıradan çıxanları atmışam.
Quyruq. Nazlı xanım gah istəyir, gah istəmir onu. Bunları bura qoyum. Ola bilsin mənə lazım olsun.